USB kabel vasitəsilə planşeti kompüterdə ikinci ekran olaraq necə istifadə etmək olar, onu göstərəcəm. Bir istək var idi. Deməli, yenə Asus Glide X proqramını istifadə edəcəm. Başqa proqramlar da var, araşdırıb baxa bilərsiniz. Təbii ki, USB kabel lazımdır, gözlüyüm açılsın. Aha, açıldı. Taxdım. Bildiriş gəldi. Burada proqramda sizdən bəzən icazə istəyə bilir. İcazə verin, icazəsiz mümkün deyil. Sonra kompüterdə proqrama daxil oluram. Proqram açıldı. Hal-hazırda əgər sağda aşağıda görürsünüzsə internet bağlıdır. Və bunu sizə yaxından da göstərəcəm. Bir dəqiqə. Üzərində USB yazılıb. Əgər diqqətlə baxa bilsəniz. Heç eləmirəm, onsuz da açılıb yenə Wi-Fi-də olduğu kimi. Daxil oluram, extend deyirəm, gözləyirəm. Biraz zamanımı ala bilir bəzən. Və hazırdır. Yəni göstərəcəm ki, dəqiq bununlandır, yoxsa yox. Bu arada USB ilə daha yaxşıdır, nəinki internetlə, Wi-Fi ilə. Təbii ki, USB əladır ümumiyyətlə. Göstərim. Bağlantı etdi. Görə bilirsiniz, bağlantı etdi. Vəssalam, bu qədər. Ümid edirəm sizdə də anlar.